Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərə 2025-ci ildə müəllimlərin işə qəbulu imtahanında kurikulumdan düşmüş maraqlı 2 sualın izahını təqdim edəcəm. Suallarımız əslində çətin olsa da, amma məntiqi düşünərək bu sualları biz tapa bilərik. Sual belədir, ekranda görürsünüz. 2 qrup üzvləri layihəyə liderlik etmək istəyir. Müzakirələr aparılır, lakin kimin lider olacağı ilə bağlı ümumi razılığa gəlmək mümkün olmur. Hətta digər üzvlər tərəf tutmaqda çətinlik çəkirlər. Bax, diqqət edin, tərəf tutmaqda deyil, qrup üzvlərdə çətinlik çəkirlər. Bu halda hansı yanaşma həm liderlik bölgüsünün həllinə, eyni zamanda həm də qrupda əməkdaşlıq balansının bərpasına töhfə verə bilər? Maraqlı bir sualdır. İndi variantlara gəlin diqqət yetirək. Özünüz qəti mövqe tutaraq, yəni müəllim bir qəti mövqe tutur, liderliyə namizəd olan şagirdlərin birini dəstəkləməli və qrup tərəfindən qərarın tez verilməsini təmin etməlisiniz. Yəni bu A variantında deyir ki, müəllim özü şagirdin hansının liderlik xüsusiyyətinin daha çox olduğunu müəyyən eləməlidir, konkret bir mövqe tutmalıdır, Əlinin və yaxud da Həsənin hansının liderlik xüsusiyyəti var, onun mövqeyini tutmalıdır və müəllim özü müəyyən eləməlidir. İndi gəlin görək, sizcə bu yanaşma doğru yanaşmalıdırmı? Əlbəttə ki, doğru yanaşma deyil. Niyə? Əgər müəllim hər hansı bir şagird tərəfindən qəti mövqe tutursa, burada hansı prinsip pozulmuş olacaq? Bərabər imkanlar prinsipi pozulmuş olacaqdır. Çünki sualda diqqət edirsinizsə, hər iki şagirdin də liderlik xüsusiyyətləri var. A variantı getdi. A variantını seçmək olmaz. Çünki müəllim qəti bir mövqe tutmamalıdır. B variantına baxaq. Liderlik münaqişəsinin qarşısını almaq və sadəcə tapşırığın müəyyən hissələrinə diqqət yetirməklə konfliktdən yayınmaq. Baxın müəllimlər, B variantında belə deyir də, layihənin hansısa bir hissəsinə şagirdlərin diqqətini yönəltməliyik, konfliktin qarşısını müəllim özü almalıdır və yayınmalıdır, yəni konfliktdən yayınmalıdır. Belə bir situasiyada müəllim əgər konfliktin olmanı istəmirsə, yayınırsa, yəni şagirdlər də konfliktdən yayınırsa, bu növbəti layihələrdə öz əksini tapacaqdır. Yəni bu, belə deyək də, müvəqqəti o insanın bir yeri ağrıyanda ağrı kəsici içirəm. Yəni, bu addım müvəqqəti xarakteri daşıyır. Yəni, növbəti layihə işlərində bu problemlə müəllim yenə qarşılaşacaqdır. Ona görə də problemdən yayınmaq yox, konfliktdən yayınmaq yox, əksinə biz konflikti həll etməyə çalışmalıyıq. Ona görə də B variantı doğru addım deyil. Deyir, qrup səs verməsi keçirəcək, yalnız bir lider seçmək və digərlərinin prosesdən uzaqlaşdırmaq. Deyir ki, səs vermə yolu ilə müəyyənləşdirir. Əlini və yaxud da Rəhmanın hansınınsa qrupun üzvləri səs versin. Gəl bu suala diqqət edən biri deyir ki, digər üzvlər tərəf tutmaqda çətinlik çəkir. Sualda açıq bizə qeyd edir ki, qrup üzvləri belə çətinlik çəkir lider seçməkdə. Yəni, bunun səs vermənin burada heç bir əhəmiyyəti olmayacaq. Çünki səs vermədə qrup üzvləri qərarsız qalacaqlar ki, kimə səs versin. Ona görə də bu seçim də doğru seçimdir, yanlış seçimdir. Bir, iki lider arasında debat təşkil edib, qrupun kimə dəstək verdiyini müəyyənləşdirmək, fəaliyyəti bölüşdürmək. Layihə işini qoyuruq kənara, təzədəndən biz lider seçmək üçün bir debat təşkil edəcəyik. Sanki belə deyək ki, C variantı kimi qrup üzvləri bunların fəaliyyətinə baxacaq, kimin liderlik xüsusiyyəti daha yüksəkdirsə onu seçəcək. Bu da qrup işinin ləngiməsinə, bax, sualda da bizə deyir axı ki, həm həllinə və əməkdaşlıq. Bu artıq əməkdaşlıqdan kənara çıxacaqdır. Bu və qrup işinin, daha doğrusu layihə işinin icrasına uzun zaman ayıracaq və mane olacaqdır. Ona görə də D variantını da seçmilik, bu yanaşma da doğru yanaşma deyil. Y variantına baxaq, tapşırığı hissələrə bölmək və hər şagirdin bir sahə ilə məşğul olmasına imkan yaratmaq, imkan vermək. Bəli, ən doğru addım elə məntiqi düşünəndə də görürük ki, bizim doğru seçimimiz Y variantı olacaq. Layihə işini müəyyən hissələrə ayırırıq. Deyək ki, layihənin birinci hissəsi və yaxud da ikinci hissəsi.
Həmin o iki liderlik xüsusiyyəti olan şagirdi birinci hissəni veririk Rəhmana, ikinci hissəni veririk Əliyə və yaxud da qeyrisinə, fərq eləmir. Yəni, hər kəs öz liderlik xüsusiyyətini ona həvalə olunmuş hissədə nümayiş etdirəcəkdir və verilmiş variantların içərisindən ən doğru seçim Y variantı olacaqdır. Sual maraqlı sualdır. Bu ilin 2025-ci ilin müəllimlərin işə qəbulunda düşmüş suallardan biridir. Keçək növbəti suala baxaq müəllimlər. Sual çox maraqlıdır, qısa məzmunlu olsa da, amma düşündürücü bir sualdır. Gəlin sualla tanış olaq. Deyir, müəllim Bloom-Kubu üsulundan istifadə edərək taksonomiyanın müxtəlif səviyyələrinə uyğun suallar tərtib edir. Bu fəaliyyətinə, müəllimin bu fəaliyyətinə əsasən pedaqoji prosesin hansı prinsipini nəzərə alır? Yəni, müəllim, qoyun nümunə də göstərim, Bloom-Kubu dediyimiz buna bənzər bir kub hazırlanır. Bu kubun hər üzündə taksonomiyanın səviyyələrinə uyğun suallar olur. Hər üzündə bir sual yapışdırır və şagirdlər bu zər atarmış kimi, belə deyək, o kubun üst tərəfinə düşən hissəsindən sualları cavablandırırlar. Bir maraqlı məqamı da nəzərinizə çatdırım ki, bu üsul yeganə üsuldur ki, şagirdlərdə yuxarı siniflərdə müəllim şərait yaradır ki, şagirdlər özləri sual tərtib eləsinlər ki, bu da şagirdlərin sual tərtib etmə bacarıqlarını inkişaf etdirmiş olur. Verilmiş situasiyamızda isə müəllim özü sual hazırlayır və bu fəaliyyəti müəllimin hansı pedaqoji prinsipi dəstəkləyir? Gəlin baxalım. A variantında deyir tamlıq prinsipi. Tamlıq prinsipi nədir müəllimlər? Deyir ki, müəllim pedaqoji fəaliyyəti elə qurmalıdır ki, öyrədici, tərbiyə edici və inkişaf etdirici olmalıdır. Öyrədici nədir müəllimlər? Öyrədici odur ki, müəllim bugün hansı mövzunu keçibsə, dərsin sonunda, 1-45 dəqiqənin sonunda həmin mövzunu şagird mənimsəmiş olsun. Yəni, müəllim əmin olmalıdır ki, mən bugün isim mövzusunu keçdim, feili keçdim, nə bilim, düzbucaqlı, üçbucaq mövzusunu keçdim. Yəni, bu mövzunu şagirdlər artıq mənimsəmişdilər. Tərbiyə edici nədir müəllimlər? Tərbiyə edici o deməkdir ki, yəni bildiyimiz tərbiyədən burada söhbət getmir. Şagird bugün öyrəndiyi dərsin həyatın əhəmiyyətini anlasın. Misal olaraq, bugün biz toplama, çıxma, vurma, bölmə keçirik. Yəni, bu şagirdə niyə lazımdır? Çünki gələcək həyatında sabah bir alış-verişə gedəndə çörək alanda verdiyi pulun qalığını hesablaya bilsin ki, nə qədər qalıq qaytarılmalıdır. Yəni, bunun öyrəndiyimizin həyatı əhəmiyyətini anlamalıdır və inkişaf etdirici nə deməkdir? Mən bugün dərsi keçmişəm, mənim növbəti keçdiyim dərs mənim bugün öyrəndiyimdən daha çox inkişaf etdirməlidir. Yəni, bugün öyrəndiyim dünənki dərsdən daha çox inkişaf etdirməlidir. Bu tamlıq prinsipinin şərtləridir, qısa izahını verir. Mövcud situasiyada, yəni Bloom-Kubunda bu fəaliyyət nəzərdə alınmır, nəzərdə tutulmamışdır. Ona görə tamlıq prinsipini götürməyəcəyik biz. Bərabər imkanlar nədir müəllimlər? Bərabər imkanlar odur ki, sağlam şagirdlər arasında hər hansı bir iki şagird ola bilər, müxtəlif şagirdlər arasında fərq qoymuş ola bilər. Misal olaraq, Rəhmanın valideyni mənim yaxınımdır, dostumdur, tanışımdır. Mən onu gətirib ön sırada əyləşdirirəm və onunla daha çox sual-cavab edirəm, ona daha çox diqqət göstərirəm və digər şagirdlərə diqqət göstərmirəm. Bax, burada mən qısa sadə nümunə deyirəm ki, burada artıq bərabər imkanlar pozulmuş olar və yaxud da hər hansı şagirdlər arasında bir fərq qoymaq. Burada da göründüyü kimi situasiyada belə bir məqam yoxdur. İnklüzivlik prinsipinə baxaq. İnklüzivlik prinsipi nə idi? Gəlin tərifini xatırlayaq. Fiziki, psixi, intellektual xüsusiyyətlərinə görə fərqlənən şagirdlərin sağlam şagirdlərlə bir arada təhsil alması. Yəni, belə deyək də, sağlam şagirdlərlə sağlamlıq məhdudiyyəti olan şagirdlərin bir arada təhsil alması, təhsilin hər kəs üçün əl çatan olması. Tərifdəki o üç ifadəyə diqqət yetirəcəm. Deyir, fiziki. Yəni, fiziki qüsur nə ola bilər, müəllimlər? Gözünün zəif görməsi, qulağının zəif eşitməsi, məsələn, eşitmə qabiliyyəti zəifdir. Biz burada diqqət eləməliyik, kar, kör kimi ifadələri işlətmək olmaz. Misal olaraq, eşitmə qabiliyyəti zəifdir, görmə qabiliyyəti zəifdir. Bu olur nə? Misal üçün, ayağında qüsur var, əlində qüsur var. Bu olur fiziki. Psixoloji xüsusiyyətlər nədir? Davranışlarının, belə deyək də, fərqində deyil. Onu yadında olmuşam, qeyd edeyim ki, müəllimlər, inklüziv təhsildə
bu şagirdlərin sayı ümumi sinifdəki şagirdlərin sayının 5-10%-ni təşkil edir və bu şagirdləri kim müəyyən edir? Xüsusi, tibbi, pedaqoji komissiya müəyyən edir. Yəni, hər istənilən şagirdi, məsələn, orada xəstəliklərin ağırlıq dərəcəsi var. Məsələn, gözü 100% görməyən şagirdi biz inklüziv təhsilə cəlb edə bilmərik. Gözü, məsələn, görmə qabiliyyəti zəifdir. Hə, buna inklüziv deyəcəyik. Bax, psixoxüsusiyyət də ondan ibarət ki, müəyyən davranışlarının fərqində deyil. Gəldik, intellektual xüsusiyyəti nədir? Biz bilirik ki, hər kəsin intellekti eyni deyil. Yəni, qavraması eyni deyil. Hər bir şagirdin qavraması müxtəlif ola bilər. Şagird var ki, məsələn, dərsi bir dəfə izah edən kimi başa düşür. Elə şagird də var ki, bir dərsi onu daha detallı şəkildə, bəzən 2-3 dəfə izah etdikdən sonra o şagird dərsi mənimsəyə bilir. Və yaxud da bir sual verirsən, görürsən ki, şagirdin biri o dərhal əl qaldırır ki, cavab versin. Amma digər şagird sualın mahiyyətini biraz gec qavrayır, başa düşə bilmir. Bax, bu da yəni qavraması müxtəlif olan şagirdlərdir. Bu da inklüzivlik prinsipinin əsas xüsusiyyətidir. İnkişaf yönümlülük nədir müəllimlər? İnkişaf yönümlülük odur ki, şagirdlərin inkişafını təmin edəcəkdir. Misal üçün, fəaliyyətin stimullaşdırılmasıyla müqayisəli bir izah deyəcəm, başa düşəcəksiniz. Əgər müəllim şagirdə, diqqətlə dinləyin, müəllim şagirdə ev tapşırığı olaraq 20 test verir. Bu testin 5-i səhv olur. Və bax, bu 20 test verdik. Bunun deyək ki, 5-ini şagird səhv yazdı. Növbəti gün dərsə gələndə müəllim, bax, bu 5 səhvin izahıyla bağlı şagirdə izah verir. Bu 5 səhvini şagirdə başa salır ki, sən burada bunu yazsan, bunu belə eləsən, belə olsaydı, bu cavabın düz olardı. Yəni, 25-dən 5-i səhvdir, 15-i doğrudur. Bu 5 səhvi müəllim izah verirsə, bu olur inkişaf yönümlülükdür. Fəaliyyətin stimullaşdırılması nədir müəllimlər? Müəllim şagirdlə anında əks əlaqəyə gedir. Diqqət edirsiniz. Məsələn, mən lövhədə bir, deyək ki, tapşırıq vermişəm, şagirdlər tapşırığı yazır və müəllim baxır, görür ki, Rəhman tapşırıqda deyək ki, misalı həll edir, toplamada səhv edir və dərhal, bax, diqqət edin, səhvini demir. Səhvini düzəltmək üçün şagirdi istiqamətləndirir, yönəldir, resursa yönəldir, şagird özü öz səhvini görür və səhvini aradan qaldırır və burada proses nə vaxt olur? Anında. Yəni, proses hələ bitmir. Müəllim-şagird münasibətləri bir anda baş verir. Bu olur fəaliyyətin stimullaşması. Əgər müəllim şagirdin səhvini növbəti dərsdə, növbəti gündə, yəni proses bitəndən sonra izah verirsə, inkişaf etdirir, inkişaf yönümlükdür. Anında şagirdlə əks əlaqəyə girirsə, bu olur fəaliyyətin stimullaşdırılması. Variantlarda verilmiş prinsiplər haqqında özüm qısa məlumat verdim ki, sizdə fikir formalaşsın müəllimlər. İndi gəlirik cavablara, bir daha baxırıq. Tamlıq prinsipinə aid burada heç bir xüsusiyyət yoxdur. Bərabər imkanlar da burada pozulmuyubdur verilmiş situasiyamızda. Doğru cavabımız olacaq C variantı inklüzivlik. Niyə inklüzivlik? Bloom kubunun da əsas xüsusiyyətlərindən biri, bu üsulun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Bloom taksonomiyasının bütün mərhələlərinə uyğun və yaxud kubda da göstərdiyim kimi suallar hazırlanır və müəllim bu sualları Bloom kubundan istifadə edərək hazırlamaqda məqsəd ondan ibarətdir ki, qavraması zəif olan, yəni aşağı təfəkkür formasında olan şagirdlər də sualları cavablandıra bilsin, yuxarı təfəkkür, yəni o savadlı akademik nəticələri yüksək olan şagirdlər də sualları cavablandırmış olsun. Sualımızın doğru cavabı C variantı inklüzivlik prinsipi. Müəllim bu adımla inklüzivlik prinsipini dəstəkləmiş olurdu. Növbəti maraqlı izahlarımız olacaq. Kanalı izləməkdə qalın. Videonu bəyənin, şərh yazmaqda unutmayın. Təşəkkürlər, növbəti dərs görüşərik.